Bildiğiniz kimi biz yaradılmışıq ki Allah'a ibadet etmək üçün. Allah Subhanahu wa Taala Kur'an-ı Kerim'de buyurur ki: "Ve'budullaha ve la tuşriku bihi şey'en." Allah'a ibadet edin, ona hiçbir şeyi ortak koşmayın. Ərəb dili qrammatikasına da nəzər salanda görürük ki, burada hansı ki Allah Subhanahu wa Taala buyurur ki, ona hiçbir şeyi şərik koşmayın. Orada gələn o kəlmə qeyri-müəyyənlikdə gəlir. Qeyri-müəyyənlikdə, yəni bir mənada gələndə ərəb dili qrammatikasında umumiliyə dəlalət edir. Və'budullaha və la tuşriku bihi şey'ə. Hiçbir şey, hiçbir məxluqu Allah'a ortak koşmayın. Allah'a ibadət haqqında çoxlu Allah Kur'an-ı Kerim'də bizlərə ayətlər nazil edir. İkinci məsələ odur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq. Əgər biz istəyiriksə, müvəffəq olaq bütün ibadətlərimizdə və Allahın qatında nicat tapaq, mütləq və mütləq Allah Resulü sallallahu aleyhi ve sellemə tabi olmaq. Tabiçilik haqqında da nə qədər ayətlər var Kur'an-ı Kerim'də. Necə ki Allah Subhanahu wa Taala buyurur ki: "Qul in kuntum tuhibbunallaha fattabi'uni." De ki, əgər Allah'ı sevirsinizsə, mənə tabi olun. Yuhibbukumullah. Allah da sizi sevsin. Allah da sizi sevsin. Ve yagfir lekum zunubakum vallahu gafur rahim. Ve günahlarınızı bağışlasın. Allah bağışlayandır ve rahimlidir Subhanahu wa Taala. Peygamber sallallahu aleyhi ve sellem tabiçilik mevzusu o kadar önemlidir ki, böyle bir deyim var ki, deyirlər ki Allah Resulü sallallahu aleyhi ve sellem tabiçiliğin misalı Nuh aleyhisselamın gəmisinin misalına bənzəyir. Necə ki o vaxt Nuh aleyhisselamın qovmündən ona iman edenler gəmiyə mindilər, nicat tapdılar. Elə deyil mi? Bugün də Peyğəmbərə sallallahu aleyhi ve sellem tabiçilik huzur nədir? Necə ki insanlar Allah Resulü sallallahu aleyhi ve sellem tabi olurlar, sanki o gəminin misalı kimidir. Nicat tapdılar, subhanallah. Tabi olmayanların əhvalları necə oldu? Suya qərq olur, elə deyil mi? Eynilə də Allah Resulü sallallahu aleyhi ve sellem'in sünnəsinə tabi olmamaq, sanki dənizdə özür istəyirəm, batmaq kimidir. Bu haqda neçə misallar vermək olur. Yetər ki Allah Subhanahu wa Taala həmişə özünə itaətdə əmr edərkən, Rasuluna da sallallahu aleyhi ve sellem'ə itaət əmr edir. Allah'a və Rasuluna itaət edir. Neçə ayətlərdə. Allah Resulü sallallahu aleyhi ve sellem, Allah Resulü sizə nəyi verir, onu götürün, nəydən çəkindirir? Ondan çəkinin.